Hər kəs salam, İPK testində ümumi anlayışlar mövzusunun 24-cü suala qədər izahını vermişdim. İndi isə gəlin qalan sualların izahına baxaq. 24-cü sualda deyir ki, musiqi təhsili alan Aytən yaxın dostu Gülnara yeni bəslədiyi musiqi notlarını göndərdi. Amma Gülnarın musiqi təhsili olmadığı üçün heç nə başa düşmədi. Gülnar üçün informasiyanın hansı xassəsi pozulmuşdu? Elə başa düşün ki, informatikanı bilməyən birinə belə bir informasiya göndərmisiniz. 0, 1, 1, 0, 0, ikilik say sistemində. Düzdür? İnformatika bilməyən biri bunu başa düşmür, anlamır. Bu zaman onun üçün anlaşıqlılıq xassəsi pozulmuş olacaq. Amma informatikanı bilən birinə bunu göndərsəz, o artıq bunu başa düşəcək, anlayacaq. Və yaxud da, məsələn, ingilis dilini bilməyən birinə götürüb bu sözü göndərmisiniz. Məsələn, write sözünü. Bu informasiyanı göndərmisiniz ingilis dilini bilməyən birinə. O bunu başa düşmür, anlamır. Deməli, onun üçün anlaşıqlılıq xassəsi pozulmuş olacaq. Eynilə, bu məsələmizdə deyir ki, musiqi təhsili alan Aytən yaxın dostu Gülnara yeni bəslədiyi musiqi notlarını göndərdi. Gülnarın musiqi təhsili yoxdur amma. Ona görə Gülnar bu musiqi notlarını başa düşmür, anlamır. Deməli, Gülnar üçün informasiyanın anlaşıqlılıq xassəsi pozulmuş olacaq. Cavabımız da olacaq D variantı. 25-ci sualda deyir ki, Vəli məntiq oyunu oynayan zaman gizli otağın qapısını açmaq üçün 2 ədəd şifrə tapmışdı. Amma gizli otağın 2 ədəd şifrəsi var və Vəli bilmir ki, bu şifrələr hansı-hansına uyğundur. Burada Vəli üçün informasiyanın hansı xassəsi pozulmuşdu. Vəli 2 dənə şifrə tapıb, biri olsun 1, 2, 3, 4, 5 bu şifrə olsun, digəri isə 6, 7, 8, 9, burada bir dənə əlavə edirəm. Vəli baxın 2 dənə şifrə tapıb. Və bu da olsun gizli otaq. Gizli otağın qapısını, bu da olsun qapı. Bu qapını açmaq üçün ora 2 dənə şifrə daxil eləməlisən. Bir şifrəni bura, digərini isə bura daxil edirsən. Vəli bu tapdığı 2 şifrədən bilmir ki, hansı-hansına uyğundur. Məsələn, bu şifrə bilmir ki, buna uyğundur və yaxud da buna uyğundur. Bilmir. Vəli üçün bu tam deyil. Elə başa düşün ki, sizə 2 dənə şifrə vermişəm otağın qapısını açmaq üçün. Amma sizə deməmişəm hansı-hansına uyğundur. Deməli, burada tamlıq xassəsi pozulub da. Əgər mən sizə desəydim ki, bu şifrə hansına uyğundur, artıq informasiya tam olardı. İndi Vəli tapdığı şifrənin hansına uyğun olduğunu bilmir. Yəni, Vəli üçün informasiya tam deyil. Buna görə də burada tamlıq xassəsi pozulmuş olacaq. Cavab da olacaq A variantı. 26-cı sualda isə deyir ki, gizli otağın şifrələri yanlış yığılarsa, avtomatik şifrə başqa şifrələrlə əvəz olunur. Vəlinin iş cəhdi uğursuz olur və artıq Vəlidə olan şifrələr üçün hansı xassə pozulmuşdur. Baxın, burada elə başa düşün ki, gizli otağın şifrələri var və Vəli tutalım ki, ora 1, 2, 3 şifrəsini daxil eləməlidir. Amma səhvən Vəli 1, 1, 3 şifrəsini daxil eləyib. Və avtomatik olaraq gizli otağın şifrəsi yanlış yığıldığı üçün şifrə yenisi ilə əvəz olunur. Artıq Vəlidə olan bu şifrə yoxdur, düzdür? Bu artıq aktuallığını itirir. Yenisi ilə əvəz olunur. Vəli artıq yeni şifrəyə uyğun şifrə daxil eləməlidir. Məsələn, siz olub da saytlarda tutaq ki, orada təhlükəsizlik kodları olur şifrəni daxil eləyəndə. Misal üçün, böyük X verilir, misal üçün, balaca Y, L, M. Siz bunu səhv daxil eləyəndə bu silinir, deyir ki, yeni kod daxil eləməlisən. Artıq o əvvəlki kod aktuallığını itirir. Eynilə burada da elədir.
Siz şifrəni yanlış yığanda yenisi ilə əvəz olunur. Artıq əvvəlki şifrə aktuallığını itirir. Ona görə bu məsələmizdə cavab olacaq B variantı. Yəni aktuallıq xassəsi burada pozulmuş olacaq. Sonra 27-ci sualda deyir ki, informasiyanın cari zamana uyğunluq dərəcəsi necə adlanır? Dedik ki, informasiyanın cari zamana, hazırki zamana uyğunluq dərəcəsi aktuallıq hesab olunur. Cavab da olacaq D variantı. Yəni əvvəlki misallarımızda izah eləmişdim ki, misal üçün bu gün, bu həftə robot yarışması olacaq. Artıq bu həftə olacaq, bu gün olacaq və yaxud da düzdür, bu aktual informasiya hesab olunur. Amma bir də var ki, deyirəm, keçən il robot yarışması olmuşdu. Artıq bu olub bitib. Bu artıq aktuallığını itirib. Və yaxud da deyirəm ki, bu həftə məktəbdə idman yarışı olacaq. Bu aktual informasiyadır, çünki bu həftə olacaq. Amma bir də var deyirəm ki, keçən həftə idman yarışması olub. Artıq bu aktual hesab olunmur. 28-ci sualda isə deyir, kompüterdə bir bit nədir? A variantında deyir ki, bir simvolu kodlaşdırmaq üçün olan 8 ikilik koddur. Bu düzgün cavab deyil, çünki misal üçün ASCII sistemi var da, gələcək dərslərimizdə keçəcək. Orada bir simvol 8 bitdir. Yəni bunun bir bitə adiyyəti yoxdur. Bir simvolu orada 8 bit kimi kodlaşdıra bilərik. B variantında isə deyir ki, istənilən məlumatın informasiya tutumudur. Xeyr, bu da düzgün cavab deyil. Məsələn, ola bilər ki, hər hansı bir məlumatın informasiya tutumu, məsələn, kilobaytlarla ölçülsün, megabaytlarla, gigabaytlarla. Yəni bunun bir bit adiyyəti yoxdur. C variantında deyir ki, Latin əlifbasının simvolu. Latin əlifbasının simvolu ASCII sistemində bir simvol 8 bit ola bilər və yaxud da Unicode sistemi var ki, orada məsələn bir simvol 16 bitdir və yaxud da 2 baytdır. Deməli, bu da uyğun deyil. Cavab elə olacaq D variantı, yəni 0-1 simvollarından ibarət ikilik say sisteminin bir simvolu nəzərdə tutulur. Y variantında isə deyir ki, yaddaş uyğundakı mərtəbələr sayı. Bu isə kompüterin arxitekturasından asılıdır. Deməli, bu da doğru cavab olmayacaq. 29-cu sualda deyir ki, hadisə və prosesin həqiqi vəziyyətinə əks etdən informasiya necə adlanır? Biz dedik ki, deməli, əgər hadisə və prosesin həqiqi vəziyyətinə əks etdirsə, o obyektiv hesab olunur. Yəni, tutaq ki, qutudur, düzdür. Biri deyir ki, bu qutu 5 kiloqramdır. Digəri deyir ki, 7 kiloqramdır. Amma gətirib bu qutunu tərəzidə ölçsən, baxıb görəcəksən ki, həqiqi vəziyyəti onun tutaq ki, 10 kiloqramdır. Düzdür? Həqiqi vəziyyətə uyğundur da, konkret hamı tərəfindən də qəbul olunur. Çünki bunun ölçüsü dəqiqdir. Amma bunlar isə subyektiv fikirlərdir. Kiminsə şəxsi fikridir. Bu isə hamı tərəfindən qəbul olunur. Çünki dəqiq ölçüdür. Həqiqi vəziyyətə uyğundur. Deməli, bu obyektiv hesab olunacaq. 30-cu sualda deyir ki, hard diskdə yerləşən informasiya necə informasiyadır? Biz dedik ki, kompüterə daxil olan informasiyalar rəqəmsal informasiyadır və yaxud da buna diskret informasiya da deyə bilərik. Hard diskdə kompüterin hissəsidir, kompüterin daxilindədir. Deməli, bu diskret informasiya hesab olunacaq. 31-ci sualda deyir ki, gerçək zamanda mövcud və lazım olan informasiya necə adlanır? Cavab B variantı olacaq, aktual informasiya. Yəni, gerçək zamanda, hazırki, cari zamanda lazım olan informasiya aktual hesab olunur. Məntiqi bölünməyən yaddaş vahidi nədir? Məntiqi bölünməyən yaddaş vahidi və yaxud da ən kiçik ölçü vahidi dedikdə bit nəzərdə tutulur. Cavab olacaq D variantı.
Byte ola bilməz. Byte əsas ölçü vahididir. Gələcək dərsimizdə keçəcək. Hertz tezliyin ölçü vahididir. Baud bu siqnalın ötürülməsi sürəti ilə bağlı ölçü vahididir. Bu da düz deyil. Point isə, yəni punkt bu daha çox qrafik dizaynda istifadə olunan ölçü vahididir. Sonra 33-cü sualda deyir ki, istifadəçi aydın şəkildə çatan informasiya hansı xassəyə malikdir? Aydın şəkildə çatırsa, deməli o anlaşıqlıq xassəsi olacaq. Cavab da oldu D variantı. Məsələn, bayaqları misal gətirdik. Tutalım ki, biri ingilis dilini bilirsə, siz onlara write sözünü yazanda və yaxud da musiqi təhsili varsa, musiqi notlarını göndərəndə artıq onu başa düşəcək. Onun üçün aydın olacaq. Anlayacaq onu. Deməli, onun üçün o anlaşıqlıq xassəsini ödəyir. 34-cü sualda deyir ki, hansı ardıcıllıq daha doğrudur? Dedik ki, biz birinci verilən gəlir, sonra informasiya, sonra isə bilik. Veriləndən biz informasiya alırıq, informasiyanı isə analiz edirik, qərar veririk, bilik alırıq informasiyadan. Deməli, cavab da oldu D variantı. 35-ci sualda deyir ki, aşağıdakılardan hansı verilənlərin tipinə aid deyil? Dedik ki, birinci slaydımızda verilənlərin hansı tipləri var? Hesabi tip verilənlər, mətin tipli verilənlər, məntiqi verilənlər, bir də göstərici tipli verilənlər. Amma şərti tipli verilən yoxdur. Cavab da oldu C variantı. Sonra 36-cı sualda deyir ki, müasir kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün hansı qurğudan istifadə olunur? Təbii ki, modem olacaq. Cavab B variantıdır. Məsələn, siz internetə qoşulmaq istəyirsiniz. Sizə internet xidmətini təklif edən provider ki var, onu siqnalı sizə kabel vasitəsilə, telefon kanalı vasitəsilə ötürür və modem də həmən siqnalı çevirir ki, hansı ki siz internetə qoşulmuş olursunuz. Printer olmayacaq, printer çap qurğusudur. Skaner kağızda olan informasiyanı rəqəmsal formaya çevirir. Bu da olmayacaq. Klaviatura hər hansı bir məlumatı, simvolu kompüterə daxil etmək üçün istifadə olunan qurğudur. Bu da olmayacaq. Monitor isə informasiyanı ekranda əks etdirən qurğudur. Bu da olmayacaq. 37-ci sualda deyir ki, dəri vasitəsilə alınan informasiya necə informasiyadır? Vizual informasiya göz vasitəsilə alınan informasiyadır. Bu düz deyil. Sonra taktil informasiya isə dəri vasitəsilə alınan informasiyadır. Cavab elə olacaq B variantı. Audial səs informasiyasıdır. Yəni qulaq vasitəsilə alınan informasiyadır. Bu da doğru deyil. Qoxu burun vasitəsilə alınan informasiyadır. Dad isə dil vasitəsilə alınan informasiyadır. Sonra gəlir 38-ci sual. 38-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Baxın, burada yazaq 1, 2, 3, 4, bu da 5. Düzdür. Və uyğunluğu müəyyən edək. A variantında deyir ki, obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. Baxın, burada açar söz miqdardır. Əgər miqdardan söhbət gedirsə, bu tamlığa uyğundur. Məsələn, deyirəm ki, sabah gəl. Burada neçədən sözdən istifadə elədim? 2 sözdən istifadə elədim. Düzdür, amma tam informasiya deyil. Sabah gəl. Saat neçədə gəl, harda olmalıyam? Bunu mənə demir. Burada miqdar azdır. Amma bir də var deyirəm ki, sabah saat 9-da məktəbə gəl. Artıq hara gələcəyini, saat neçədə gələcəyini deyirəm. Tam informasiyadır. Düzdür? O biri informasiyada miqdar az idi, amma burada çoxdur, həm də tamdır. Ona görə də bu tərifimiz tamlığa uyğun gələcək. Deməli, 3-a oldu A variantı. B variantında deyir ki, onun obyektiv gerçəkliyə uyğun olmasıdır. Baxın, açar söz obyektivdir. Düzdür? Deməli, bu olacaq obyektivlik xassəsinə uyğun.
Deməli, B-yə də uyğun gəlir 5-ci. 5-ə yazırıq B. C-də deyir ki, obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini əks etdirir. Baxın, əsas söz məqsəd və vəzifədir. Bu, adekvatlığın tərifidir. Yəni, misal çəkdir ki, düşmən bizə hücum eləyir. Əgər onlara yerində adekvat cavab veririksə, bu adekvatlıq hesab olunur. Məqsəd və vəzifələrimizə çünki uyğundur. Düzdür? Deməli, 2-yə də uyğun gələcək C variantı. D-də deyir ki, onun mövcud zaman anında uyğunluq dərəcəsini ifadə edir. Mövcud zaman, hazırki zaman, cari zamanda dediyi o aktuallıq hesab olunur. Deməli, 1-ə də uyğun gəlir D variantı. Y-də deyir ki, onu qəbul edənin bu informasiyanı anladığı dildə ifadə olunması başa düşülür. Yəni, biz ötürürük informasiyanı, həmən insan anlayır onu, başa düşür. Deməli, bu nə oldu? Anlaşılıq xassəsi. Buna aid də misal çəkmişdik. 4-ə uyğun gəldi Y. Deməli, oldu D, C, A, Y, B. Cavab da olacaq D variantı. Sonra 39-cu sualda deyir ki, prosesor informasiyanı hansı şəkildə emal edir? Biz bilirik ki, kompüterə daxil olan informasiya rəqəmsal informasiyadır. Məsələn, kompüterə A hərfini klaviaturadan A simvolunu daxil elədik. Kompüterə daxil oldu, rəqəmsal formata çevrildi. Və kompüter bu simvolu başa düşmür. Düşmədiyi üçün də özü başa düşdüyü dilə çevirir. Yəni, 0 və 1-lərə çevirir və prosesor tərəfindən həmən informasiya emal olunur. Deməli, prosesor informasiyanı ikili kodda emal eləyir. Cavab da olacaq A variantı. 40-cı sualda deyir ki, aşağıdakılardan hansı informasiya proseslərinə aid deyil? Biz dedik, informasiya prosesləri hansılardır? İnformasiyanın toplanması, saxlanılması, emalı, ötürülməsi. Amma tamlıq deyilən bir proses yoxdur. Cavab da olacaq C variantı. 41-ci sualda deyir ki, qiyməti sözlərlə ifadə olunan verilənlərin tipi nədir? Verilənlərin dediyi hansı tipi var? Hesabi tip verilən, mətn tipli, məntiqi tipli və göstərici tipli verilənlər. Düzdür? Qiyməti sözlərlə ifadə olunan verilən tipi bəs nədir? Birinci slaydımızda izah eləmişdik. O olur mətn tipli verilən. Cavab da olacaq B variantı. Sonra gəlir 42-ci sual. Deyir ki, qiyməti məntiqi kəmiyyətlə ifadə olunan verilənlərin tipi nədir? Məntiqi kəmiyyət yəni ya true alır, yəni true-a 1 də deyirik və yaxud da false nəticəsini qaytarır. False qiymətini alır və yaxud da buna 0 deyirik. Məntiqi kəmiyyətlə ifadə olunan verilənin bu tipi məntiqi tip verilən hesab olunur. Cavab da oldu B variantı. 43-cü sualda deyir ki, proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək hansı tip verilənlərdən istifadə olunur? Dedik ki, proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün göstərici tip verilənlərdən istifadə olunur. 44-cü sualda deyir ki, hesabi verilənlərdə qiymət nə ilə ifadə olunur? Bu da rəqəm tipli verilən olacaq. Hesabda rəqəm tipli verilənlərdən istifadə olunur. Məsələn, 56 yazırsınız, düzdür? Rəqəmlərdən ibarətdir. Onun üçün rəqəm tipli verilən hesab olunur. 45-ci sualda deyir ki, məntiqi verilənlərdə qiymət nə ilə ifadə olunur? Bunu yuxarıda izah elədik. Məntiqi kəmiyyət. Sonuncu 46-cı sualımızda isə deyir ki, mətn tipli verilənlərdə qiyməti nə ilə ifadə olunar? Rəqəm tipli olmaz, məntiqi kəmiyyət olmaz, byte deyil, ədəd deyil, simvol tipli verilən olacaq. Deməli, IPC testində ümumi anlayışlarla bağlı testi bitirdik. Növbəti dərslərimizdə görüşənədək.